getirdim o Dağıstanı, rəisi dəftəri, mən də burada özləri Dağıstanı tadı, mən də eşik otaqda qalmışam, dəsbətdir. Gəldi mənə deyir ki, tanırdı qabaqçıdan da, biləxirə mən jurnalistəm, mən məsullar bilər, tanırdıra biləm. Gəldi deyir, ay misali, çox bəşdir, şuur ismi yanı mənə. Deyir, necə? Deyir, istəyirə cürüm yazılır, mənasını tapanmırdır. O şairəm, böyüklərimizin, fikirdaşlarımızın, saygılı yoldaşlarımızın üzərində mən bir xordatda Nidai Azərabadın qazetində yazdığım titr bir şərait yaradır ki, mən bu günlərdən bir xatirələr tərifləyim sizə ki, nə onun sonunda nələr keçdi və nə başımıza gəldilər, nə cür gəldilər, töküldülər, təşkilatımızı dağıtdılar, hətta qoymadılar orada işləyən qızlar, taypistlər, qarimətlərimiz sicillisin, kifin də götürsün, hamısını götdülər, mindirdilər maşına, qapını puladılar, getdilər. Mən özümdə o gün orada dəyərdim. Mənə zəng elədilər ki, şərait quturdu, sən getmə ora. Mən gördüm, bunlar töküləcəklər evvəzədə, evdə də məni biləxirə aparacaqlar, olmasam da ailəmi incidəcəklər. Hər halda üçün Ustadımız Həsən bəy buyurdular oradan xatirələrcət bir xordadın dəyərlərindən mən istəmin xatirələrindən danışam ki mən vaqiyyəti gördüm ki bu hücum ki vəhşi surətdə bizim təşkilatımızı ediblər mən eylən gözdən itmək yaxıcıdır da feylən elə getmək nə olur mən gəlmişdim bu tərəfdə Sərdər tərəfində Əxəvimin bir qarqahazad var, onlarda dolanırdım, biraz nə olacaqdı, fələ tutulmayaq ki, nə oldu filan. Bir anda gördüm, bizim evdən mənə zəng açdılar. Hər asan ki, haradasan? Təqribən axşam 8-dədir. Mən dedim ki, necə, nə xəbər? Tez geyvə, tez, demək, nə olubdur? Deyir ki, evə 5-6-nın bisim əlində, demək, sən qapını niyə açdın? Deyir, mən deyir ki, bizət gətirmişim, postdan gəlmişim. Baxdım, gördüm bir şəhsədandı, sonra bir qapını açan, istədim bağlayamək, han qoydu qapının qabağına, itələdilər, getdim. Deyim, bir gün kimdir? Verdim, dedi ki, 10 dəqiqəcən gəlsən, gəlmirsən, əhliyalıb götürük aparaq. Deyim, mən çox uzaqdayım, Şəhistandayım, biraz da uzaq dedim ki, mən miyandaq tərəfindəyim, 10 dəqiqə, mən necə, deyəm, mən o bilmirəm, də göydən yedim, gəlməsən əhliyalıb oxudu. Mən bizlərdə də əsəbaniyyət gəldi necə, yəni bir gələ ki, adamı, biz bir belə məsələn, deyirlər, İsraillər vəhşidir, gəllər Filistini belirlər, elə bundan da vəhşidirlər. Necə, ya sən gələsən bir nəfərin kişisi evində olmayan namusun təhdid edirsən, uşaqların qorxudasın. Hər zad aldım boynuma, maşını sürdüm, bilməyəm nədir getdim, Allah bilir ki, orada nədir getdim, çatdım. Hər halda getdim, gördüm orada, deyim, mən varam filan. İki nəfər də tanıyan vardı, gəldi ki, abi, özü gəlsin filan. Deyilər olmaz, bizə deyiblə gələk gətirsin. Hər halda biz getdik, sonra da bizi götürdülər içəriyə. Cəlib məsələ bu idi ki, məni o gün axşamacan saxladılar fərmandari, Dağıstanıda. Ay, axşam kaparmışdılar, neçə saat qaldı orada, silahla hamı da gedib, görüm gedirlər, gəlirlər, xası bir tiplər filan. Bir da gecə yarısı olubdu filan.
gördüm ki, bunlar kitab aparır, bir kitab gətir, bir geri aile adam zəhvürür, geri bir çıxıcar, axırda gördüm o Dağıstanın rəisi dəftəri, mən də burada özləri Dağıstanı tadı, mən də eşit otaqda qalmışam, dəsbətdir. Gəldi mənə deyir ki, tanırdı qabaqçadan da, biləxərə mən jurnalistəm, mən məsullar bilər, tanırdılar bilən. Gəldi deyir, ay misali, çox bəşdir, şunuz müyanə mənə. Deyim necə? Deyir, cürüm yazılır, mənasını tapanmırlar. Dedim, biz adım mənasını belə düşünməmiş, nədir, mən mücrimane bir söz düşünürlər. Hər halda deyim, şunuz müyanə nəcətpərəsli, özün üstün görmək, bu cür bir sözlərdir, bu mənası budur. Biz də ona ölüm istəmişik, mərc və şunizmi fars. Və deyir, sonra getdi, bir gördüm, mən hökum yazdı filan, gətirir, apardılar gecələnə, türlə zindana, ki getdik, iftixar oldu, orada da yoldaşlarla bir olduq, getdik, biləxirə. Orada da bir xatirələrimiz oldu. Mən bu məzar üçün bunu da ərz edeyim. Orada danışdıranda məndən qabaq, yox, mən sonra zindandan bir şeydə bizi çağırdı, zindanın içində üçün çox adam tutmuşdular, gətirmişlər orada, zindanın içində bazı xod gəldi, danışırdı. Yox, dostlar ki oradaydı, Xıçın Akilcə, bilirdi, çağırdı 5-6 apardılar orada bir zili 8-də, orada bir var. Calibidir ki, bir nəfər var idi, bu danışıqla geçirir, deyir, gömürə, bir gəldi fars ləhcəsi vardı, elə fars idi. Qarışmışdı, uşaqlara tutulmuşdu. Tükləri də uzun, adı indi adım bilməm, dostlardan burada olsa şəhədə bizimlə orada olanda, yadlarına gəlir, mən də 5 deydik da. Yox, gəldi, bizə farklı olanı, o da bazı. Gecəmrə olan pasport idi. Sən nəyə çıxmışdın eşiyə? Yox, deyil, çıxmışdı, şair böyüdük, daha etiraz etdik. Dedim, nə dedim? Dedim ki, hər kəs ki bir tərəfdir, Fasdan da bir şərəfdir. Yox, mən özüm olayım. Deyək, sən gözün Fassan, deyil, mən də bir şərəfəm də. Bu mən orada, o qədər heysdir özümlə, həmişə yadıma düşər bu məni. Bu sonra gəlmişdi zindana, bunun ata-anası ilə doğrudan fars idi. Telefonlara anası ilə farsı cavab verir. Deydi, məndən türkü danışmırsan zəhvim. Qət edirdi, Allahımız şahid. Deydi, məndən, anasına qızar, deydi, məndən türkü danışacaqdı. Bu bir xatirə idi. Hər halda mən istəyəm, onu deyəm ki, Xordad ayı biri Xordad, bizim Azərbaycan tarixində doğrudan bir böyük əzəmətli bir gündür. Biz bunu şayad indi bir miqdar danışırıq deyirik, amma bir Xordad Şeyx Məhəmməd Xiyabani, Pişəvəri bunların istilah üzərində gələndə, düzdür o zamanlar inqilabı adamlar vardı gəlməli, onlar hizbi bir adamlardı gəlmişlər, siyasi üstdən bir dənə qudret yaratmışdılar. Amma burada bir Xordadda milyonu adamlar çıxmış deyil şey, elə bir ki, bir seminer qoymuşsan, tamam şəhərlərin içində bir şuar, bir hədəf, bir söz dillərdən çıxırdı və hamısı da hoviyyət istəmək, ölüm olsun fas şöhrizminə bir vahid şuarla çıxmışdılar, ürəklər bir, o ixtilaflar ki, Rıza Şah zamanından yaralanmışdı, əlləşirdilər ki, Urmiyinin Təbrizi, Ərdəbilinin onluyu filan ixtilaf salsınlar və bir nəzərə gəlir ki, biraz da müvəffəq olmuşlar. O gün gördük ki, hamısı bir-birinin bası bağlanan, bir-birinin səsinə hay verir və tamam o şövinisti və rasisti siyasətləri o gün elə bir ki, mütəlaşı oldu. Və hərəkət, bu millət çıxdı, bir şuarla, bir sözlə, ürək bir, tamam siyasət, şövinisti siyasət için necəm bizə aparmışlar, hamısını aradan apardı. Məncə, bir Xordad qiyamının mühitində bundan gərək yazıçılarımız, şairlərimiz çoxlu yazaq, təhqiq edək, təhlil edək, bunun əsərin o beynəlxalq bunun
təbaatın zadını açıqlayaq və bu bizə bir dənə böyük tarix nöqtəyə ətvidir. Bizim hərəkətlərimiz bundan sonra güclənib. Bundan sonra hüviyyət istəmək, Azərbaycançılıq bizim millətimizin daha güclənib. O zaman əgər biz universitet səthində olsaydı, çıxışlarımız, etirazlarımız, ya məsələn bir xas bir qruplarda olsaydı ki, məsələn gedirdik, məsələn xəlifəgəri qabağında bir etiraz edirdik, bugün bizim etirazlarımız milli bir hərəkətə təbdil olur, gücə təbdil olur. Şəhərlər bir-birinə səs verir, millətlər bir-birinə dayaq durur və bu gün və gün bizim düşmənlərimiz namid edir, şövinizmin namid edir və bizdə də ümid yaranır ki, gələcəkdə biz öz kimliyimizə qətiyyətlə malik olmalıyıq. Mən bugün bir xordaqda şəhid olan yoldaşlarımız ki, Sulduzda, Məşkində və ayrı şəhərlərdə və sonra tutdular, apardılar, ayrı ünvanlarla bizələrin boğdular, öldürdülər, o yan bu yana atdılar cənazələrin və bütün savaşanlarımıza millət yolunda, qeyrət yolunda, Azərbaycan yolunda baş əyilən və onlara eşq olsun deyilən. Bir dənə mən şey yazmışım, uzundur, çox başarılı istəyən bir tikə, ayrı bir sözümdə var, ona da işarə edən. Budur yazmışdım ki, tarixi qoruyan xorda daim var. Tarixi qoruyan xorda daim var. Azadlıq yolundan böyük payım var. Elimi səsləyəm, harayım var. Təbrizin səsinə vurulub can deyir. Ərdəbil güruldur, zənqan hay verir. Mən burada bir xordatdan Məkkədə danışdaq yoldaşlar şəhət burada bunu tutarıram. İnşallah orucu dostlarımızın danışıqlarını eşidərik. Sofrat Tahirin də yadın əzizləyirəm. Sofrat Tahir elimizin böyük şahidi 2305'də Asrarda anadan olub bir dəmirçi atası varmış. Siyasət fəaliyyətlərini görə fəhləvi zamanı təbid olur ki, Kirmanşaha, Keylə Kirmanşahda qalırlar. 1320'də qeybillər Təbrizə. Ondan sonra bu Azərbaycan elə məsələlərində, fərhəng, kültür məsələlərində çalışır. Milli hökumətində qurulmasında zəhmətlər çəkir. Ondan sonra da ki, 1325'də Ruslarla, Fasların təbanisi ilə gəldilər bizim milli hökumətimizi aradan apardılar. Rəhmətlik Sofrat Tahir gedir Bakıya 1325'də. Orada diş həkimliyi təhsilat aparır. Ondan sonra görür bir yazar, bir şair, bir şəxsi olar kimi bu qane eləmir. Bu gedir Moskvada ədəbiyyat sahəsində ali təhsilat aparır. Orada Mayakovski icazəsi var, beynəlmiləli ki, Moskvanın yazarlar və tərcüməçilər sindikasının tərəfindən böyük bir Mayakovski böyük bir inqilabi şair və yazardır ki, orada onun adına bir caizələr var ki, çox önemli bir caizədir ki, o zaman 2010'da son illərdə rəsminə verirlər. Ondan qabaqda 2006'da Əliyev ki, dövləti medal biləsinə verirlər, dəyərlilər. 1362'də Bakıda olan Firqe Demokrat təşkilatının birinci katibi olur.
və şeir ədəb sahəsində də çox dəyərli kitablar yazır. Ki, mən unutmuşum ki, burada bir təhqiq edib yazmışam və dostumuz da burada işarə elədilər ki, çoxu da o janrı ki, həsrət ədəbiyyatıdır o taybuta. Vətən sevgisi arasında qonşu qızı məktubları, sevgi əfsanəsi bunun nümunələrdən ki, böyük yazıbdır və çox ədəbiyyat baxımından dəyərli və ərzişli bir yazıdırlar. Hər halda mən bir də bir xurdat günün bütün milli fəallarımıza, Azərbaycan fəallarımıza təbrik edirəm və onlara həmişə öz arzularını hədəfə çatmaqdan ötürü uğurlar arzularım. Bunu da qoyun deyim, çünki məhbil ilə özümüzünki də hamı dostlar bu qolu rəsmi mən düzdür tribun dalındadır. Amma bunu deyirəm ki, bizim pədidə öz millətimizdir. Getdi Urmuda, Kürdlərin məclisdə olan ki, çıxmışlar birində Götdaq deşiyə, orada Azərbaycan Urmunun Türk hüviyyətinə sənət verdi. Pədidə bunlardır. O satqın adamlardan, öz ailəsinə rəhm eləməyən adamlar da ki, bizə gəlirlər bu tür nətürdə fəzalarda hər zada əl atırlar, hər kəsdən sizə təbliğat aparsınlar, çağırırlar, o yanda, bizə siz səs verimiz gedərsəsin. Onlar özlərindən sonra heç kəs inanmayıblar və xiyanətdən sonra da heç də başlarına gəlməz. Ancaq öz millətimiz pədidədir ki, bir dənə böyük hakimiyyətin meydanında böyük bir dənə qazanc apardı. O da Urmiyyədə qoymadı, bir dənə Kürd məclisə getsin. Sağ olasınız. Yüreğe salan şair, tarixin, kültürün düz qoruqçusu, dilinin qaydına qalandı şair. Danışan dil görər özün elinə, şeirin bəzəklərin yığar əlinə, söz darağın çəkər vətən telinə, bıçağı tellərdən salandı şair. Razı olmaz kimi düşsün çiskinə, deyər hamı həsrət qalsın pis günə, düşmən qorxusundan vətən dizginə, qələmin qılıç təli çalandı şair. Zaman paslandırsa şair qələmin, zülmü tovlandırar tuğyan ələmin, keçmiş şairlər də yazıbdı qəmin, adların sayır çalandı şair. Mən bu şeiri oxusam çox uzun çəkər, burada 48 dənə istəmişdim o şairlərdən adını gətirəm, bəli bir ayrı şeydir. Kimdə var onu oxuyam ona görə. Sonra bu şeir belirdi ki, şair dərdi görcək, tez dərdə qalar. Ürəyin nalasın şeirinə calar, cəbbari ilhamın yurdumdan alar. Arzum da, yurdum tək talandı şair. Gene mən dahi bir insanın gözəl bir şairin vətən həsrətiyle dünyasını dəyişməsini siz insanlara və böyük bütün dərd çəkən insanlara başsağlığı verir. Allah onun qəbrini nurla doldursun, həməşə əbədilik xalqımızın dilində onu yaşatsın və onun xalqına da cəsarət versin, bilgi versin, öz haqqını istəməyə, o kişinin arzusu ki, vətənin birləşmə arzusuydu, onu yerinə getirər. İnşallah xalqımız o fikirlə, bu kişinin yolunu gedər, o günün arzusuyla. Mən şeirə keçmədən öncə, təbiyyətin fitrətən mən belə yaranmışam ki, ürək sözümü deməsəm partlarım. Keşsə bu toplum bundan qabaqda, cuma axşamında bir dənə belə bundan da gözəl bir toplum qoyulmuşdu. Keşsə bunlar hamısı bir yerdə olsaydı çox güclü görsənərdi. Bundan da güclü görərdi. Bir də qoyardı. Onun seyri qoyardı.
Bəli, hamımız bir yerəksə. Mən birlik davamızdır. Mənim şəxsən davam birlikdir. Mən bir toplumda heç sevmirəm. İnşallah gələn seridən birlik olar. Çalışın yoldaşlar, heç yorulmadan. Hər yandan hay alsın daha hayımız. Çatdıqca dünyaya baxaq səsimiz, doğar üzümüzə günəş ayımız, hər yerə nur saçsın çıxan hayımız. Dünyada bu fikir göyə qovzanır, yalqız əslanın da işi uzanır, damcılar birləşir uğur qazanır. Damcılar birləşir uğur qazanır. Coşkun selə dönsün axan çayımız, şimşək də gürlasın qoyun ayımız. Qoyd olsun internet yazı filmlə, hamı tanış olsun gözəl dilimlə, doğru bir tarixlə, doğru bilimlə, günü gündən qoy çoxalsın sayımız, onda çoxalacaq daha ayımız. Uyaq qarıvul təhdurin çeşikdə, hər tuzağı yaxalayın beşikdə. Uyaq qarıvul təhdurin çeşikdə, gözüz olsun həm evdə, həm eşikdə, hər tuzağı yaxalayın beşikdə. Düşməndən çox hilə olub ayımız, xəyanətdən belə qalqıb ayımız. Bəsdir. Çox eşitdik tohun yamanı, zülmü bizdən aldı səbri amanı, yetişibdi daha zəfər zamanı, babalar da desin vardı tayımız, yurdum boş görməsin əsri ayımız. Qorxmayanlar sinə gəlir bıçağa, qorxmayanlar sinə gəlir bıçağa, qorxub bəsdir, girmək yoxdur bıçağa. Qorxmayanlar sinə gəlir bıçağa, dayaq olaq elə igid qoçağa, qorxub bəsdir, girmək yoxdur bıçağa. Ələnsin igiddən qorxaq zayımız, padar igid doğsun hər gün ayımız. Hər ayda bir günü var, hər ayda bir günü elə işləyək. Onun bunun topalayıb həşləyək. Yoxsul olan yiğitlərə xəşləyək, dəniz olar demək yoxdur şahimiz. Dəniz olar demək yoxdur şahimiz, dalğalansın, qoy bu fikir hayımız. Düşmənin gücünü alaq, düşmənin hər yandan gücünü alaq, fikrimizi gərək canına salaq. Yatmış ürəklərdən durub boylanaq, oxunu çox ata gərək yayımız, onda çoxalacaq daha hayımız. Millətdən çox aydınların suçu var. Millətdən çox aydınların suçu var. Bilənlərin kim xalqa borcu var. Hələ deməyiblər nə ki gücü var. Çalışmasaq olacaqdır cahilimiz. Çox qulağa çatmadı halimiz. Sağ olun.